Və bizim komandamız üçün təbii ki, oyunçuların və lider oyunçuların olması çox vacibdir. Bu oyunçu artıq məşqlərə qayıtıb və onun qayıdışı yaxşıdır. Hal-hazırda başqa bir problemimiz yoxdur və axırıncı oyundan bəri bütün oyunçularımız yerindədirlər. Və təbii ki, biz bu komandaya çox gözəl bir əhval-ruhiyyə ilə gəlmişik son oyunların nəticələrinə əsasən. Mikrofona zəhmət olmasa danışım. Qarabağ played against two English clubs. Qarabağ iki İngilis komandasına qarşı oynayıb, Chelsea Bakıda olub və bu bir müddət əvvəl idi və Liverpoolla bu yaxınlarda oynadı və bu oyunlardan hansı sizə kömək elədi ki, komandaya qarşı hazırlaşasınız? Hər ikisi əslində biz Qarabağ təbii ki, biz çox diqqətlə araşdırdıq bu oyuna hazırlaşmaqdır və bizim bu oyunumuza hazırlaşmaq üçün biz bu oyunları analiz etdik və Qarabağ çox gözəl analizlər, çox gözəl parlaq belə deyək ki, oyun nümayiş etdirib, çox güclü texnikası var və mən belə fikirləşirəm ki, bu oyuna baxmaq lazımdır. Təbii ki, fərqli nəticələr var. Chelsea oyunu çox çətin oyun idi hər iki komanda üçün və biz də təbii ki, bu oyunu baxdıq və komandanın səviyyəsi üçün və oyuncularla bağlı müəyyən analizlərimiz üçün və bizi çətin oyun gözləmişməsi. Buyurun, digər bir sual. Salam Edi. Deyə bilərsinizmi bizə və bu oyunun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz? Çünki bilirsiniz ki, bu play-off mərhələsidir. Bəli, təbii ki, hər şey bizim üçün çox vacibdir və biz tarixə baxsaq görürük ki, klubumuz təbii ki, bizim üçün yeni bir imkan təqdim edir və son oyunlarda biz yaxşı nailiyyətlərimiz olub. Biz istəyirik ki, bu imkana sahib çıxaq və bu imkandan yaxşı istifadə edək və yaxşı bir təəssüratla bu oyundan ayrılayaq və biz bu şansımızı tarixi bir şans kimi qiymətləndiririk ki, biz artıq play-off mərhələsindəyik və biz çox həyəcanlıyıq və uzaq bir yol gəlmişik və bizimlə azarkeşlər də bura gəlib və bu gözəl bir imkandır ki, biz pozitiv şəkildə öz münasibətimizi nümayiş etdirək və son iki oyundakı nəticələrimizi yenə burada və müəyyən oyuncularla bağlı suallar verildi və oyuncularla bağlı, bəli, burada bəzi bir oyuncumuzun dizində əməliyyat olunmuşdu. Mənə gəlir ki, onun üçün sezon qurtarıb. Bu bizim üçün ağır bir zərbə oldu və fikirləşirik ki, o son, yəni növbəti sezonda bütün bu tibbi müdaxilələrdən sonra bizimlə birlikdə olacaq. Və komandanın hazırlıq, ümumiyyətlə əhval-ruhiyyəsi Manchester City ilə oyun ərəfəsində təbii ki, bizim Manchester City ilə oyunumuz olacaq. Biz hal-hazırda onu fikirləşmirik. Bizim hal-hazırda bu oyunla bağlı analizlərimiz olub və biz istəyirik ki, əlimizdən gələni edək və Manchester City təbii ki, çox çətin olacaq bizim onunla oyunumuz. O da ayrı bir. İki sualım var. Newcastle qarşıda çətin təqvim gözləyir və bu çətin təqvimi nəzərə alaraq Newcastle qarşıda çətin oyun təqvimi gözləyir və bu heyətdə itkiləri nəzərə alaraq, bu amili nəzərə alaraq sabahki görüşdə ekonom rejimdə oynamağı və yaxud da az şans tapan oyunculara şans verməyi düşünürsünüzmü? Və ikinci sual ondan ibarətdir ki, Qarabağın oyun tərzi hər hansı elementlərdə Premier Liga klublarına bənzəyirmi? Bu da maraqlıdır. Bəli, sualınızın birinci hissəsinə deyək ki, bəli, biz
biz təbii ki, çətin oyunlar gözləyir. Biz bu cədvəli nəzərə almışıq. Bunu ayrı-ayrılıqda fikirləşmək olmaz. Biz əlimizdən gələn edəcək ki, bunu tənzimləyək. Təbii ki, Qarabağın da hücuma meyilli və aqressiv oyun tərzi var və təbii ki, biz onları müqayisə etməyə çalışsaq, bu çox çətin olar bizim üçün hansısa bir komanda ilə müqayisə etmək. Çünki hər klubun özünə məxsus. Amma mənə gəlir ki, yəni təbii ki, işte zəif komanda sayılmazlar. Luislə bağlı vəziyyət necədir? Belə yaxşıdır. Lewis, Miley inkişaf var və bu progresi hiss edirik və onun bir ağır zərbə almışdı və ayağında bir keymə vardı və biraz əzəllərində zədələnmə vardı, amma onun zədələri belə başa düşürük ki, yaxşıdır. Və Bruno ilə bağlı nə deyə bilərsiniz? Bruno bir neçə ay hər halda zədəlisi sağalmayacaq və bu onun üçün geri qayıdış nə dərəcədə vacibdir Bruno? Bəli, Bruno'nun bizim komandamızla danışdıq və biz konsultasiya apardıq Braziliya milli komandası ilə və fikirləşirik ki, o bizə tezliklə qoşulacaq və artıq biraz mental olaraq da onun üçün imkan oldu ki, dincəlsin və siz həmişə və çox yaxşı nəticələriniz olub Aston Villa və digər oyuncularla və artıq bu oyunda oyuncularınıza inamınızla bağlı nə deyə bilərsiniz və özünüzlə bağlı. Təbii ki, mənimlə bağlı elə bir şey deməyə ehtiyacı yoxdur. Biz inanırıq özümüzə. Biz əlimizdən gələni edəcək ki, bu nəticələri göstərək. Təbii ki, arzularımız böyükdür, güclüdür və yaxşı komandada əhval-ruhiyyə yüksəkdir və bizim təbii ki, biz hər şeyi ayrı-ayrılıqda fikirləşmirik, kollektiv olaraq məsələyə yanaşırıq. Komandada əhval, hər hansı bir təsirlər varmı, əlavə təsirlər ki, sizə təsir göstərsin? Xeyr, bizdə elə təbii ki, uçuşumuz, səyahətimiz yaxşı keçdi, rahat keçdi, hər hansı bir yorğunluq yoxdur və biz təlimimiz, məşqimizi keçəcəyik və normal və siz biraz əvvəl Antoni ilə danışdınız və siz Newcastle-da Antoni ilə bağlı fikirləşirsiniz, onun kariyerasına bağlı. Bəli, təbii ki, o hər gün bizdə məşqlər eləyir və peşəkar karyerasına bağlı və təbii ki, həmişə əlindən gələni edir ki, hətta təlimlərdən, məşqlərdən sonra da biraz qalır və bu onun inkişafını göstərir və mənə gəlir ki, o oyun tərzini təkmilləşdirir və bizimlə olması da bir təsir göstərir. Müəyyən mənada və artıq ümid edilən, gözlənilən səviyyəyə gəlir və bu çətin anlar olur hər kəsdə. Mənə gəlir ki, inkişafı biz şahidlik edəcəyik və son həftələrdə biz bunu görürük və pozitiv işarələr, pozitiv siqnallar alırıq. Və növbəti jurnalist, zəhmət olmasa. Pressporta saytı. Azərbaycana xoş gəlmişsiniz. Maraqlıdır, Qarabağda fərqləndirə biləcəyiniz futbolçu və ya futbolçular varmı ki, onlara belə deyək, xüsusi diqqət yetirməyə dəyər, onlardan harca çəkinmək lazımdır? Bizim üçün təbii ki, bunu etmək istəməzdim. Çünki mənə gəlir ki, bizim üçün biz öz oyun tərzimizi gözləyəcək. Mən bunu demək istəməzdim ki, konkret hansı oyuncular bizə çətinliklər yaratacaq. Amma biz tərəfdən də təbii ki, texniki cəhətdən üstün olan oyuncularımız da var və eyni zamanda biz tərəfdən Sandro da bizim oyuncularımız arasında yaxşıdır
Və 2 sual əlavə. Mikrofonu ötürək zəhmət olmasa. Newcastle. Sizin Newcastle gəlişinizdən sonra, yəni komandada inkişaf olub, komanda uğurlar qazanmağa başlayıb. Sizin həmkarınız Qurban Qurbanov da 17 ildir Qarabağın baş məşqçisidir. Qurban Qurbanovun bu qədər komandanın arxasında olması, belə deyək, oynadığı komandaların baş məşqçisini təcrübələndirib, həmişə yaxşı sözlər deyiblər. Siz Qurban Qurbanovu araşdırmısınızmı? Onunla bağlı fikirləriniz necədir? Təbii ki, yaxşı sualdır. Bəli, mən çox açığı onunla bağlı ciddi bir araşdırma eləmədim, amma yəni təbii ki, bir komandanın başında bir insan bu qədər uzun müddət qalsa o hörmətə layiqdir və komandanı təbii ki, motivasiya etməsi, kommunikasiyanı qurması çox təqdirə şəyandır. Və onu demək istəyirəm ki, bu nailiyyətləri hələ davam edir və ən çətin bu klub yarışmasında gözəl nəticə göstərdi və bu heyətlə və təbii ki, onların da biraz əvvəl dediyim kimi stilləri qeyri-adidir və oyunlarına baxmaq maraq doğurur və ona görə də mən ona görə də bizim Qarabağa qarşı oyunumuz asan olmayacaq. 17 il qalması təbii ki, böyük tərifə layiqdir və böyük hörmətə layiqdir. Və sonuncu sualımız. Oxaz Həsənov Murad, Bakıya xoş gəlmisiniz. Oxaz Həsənov Murad, Bakıya xoş gəlmisiniz. Həm Chelsea ilə, həm də Liverpoolun oyunları izlədiyiniz soruşmaq istərdim ki, Newcastle United Qarabağdan hansısa bir oyuncunu, yəni xüsusilə fərqləndirib transfer etmək istədiyi bir oyuncu ola bilərmi? Biz təbii ki, həmişə gözümüz açıqdır, həmişə diqqətli oluruq və həmişə amma bunu demək istəməzdim konkret hal-hazırda bizim bu dəqiqə hal-hazırda baxdığımız, izlədiyimiz bir futbolçu yoxdur. Təbii ki, biz onu deməliyəm ki, Qarabağın oyuncuları ümumilikdə yaxşıdır və Liverpoolla oyun çətin oldu Qarabağ üçün və eyni zamanda sizin bəzi oyuncularınız da təbii ki, müxtəlif oyunlarda yaxşı qollar vurublar, amma hal-hazırda adını çəkmək istəmirəm, bu dəqiqə tam izlədiyimiz yoxdur. Amma sağ cinahlarda, sol cinahlarda, hücumda ümumiyyətlə yaxşı, güclü oyuncularınız var və səbəblərə qarşı oynamaq çətin olacaq. Çox sağ olun. Thanks a lot, lads. Closer to the middle, please. Makes more sense. Thank you. We'll start with the English ones. We'll start with the English ones. All right, guys, we've got about 15 minutes with Anthony, so who wants to start us off? Start English. This one of English. Yep. Orxan Məlikzadə Sport TV, Bakıya xoş gəlmisiniz. Çempionlar Liqasında ilk və son qolunuzu hələ ki Manchester United-in heyətində Atletico Madridə vurduğunuz qoldur. Newcastle-da 7 oyuna çıxıb sərədə fərqlənməyibsiniz. Xüsusi təzyiq hiss edirsinizmi sabahki oyunda qol vurmaq baxımından ki, qol vurmalıyam? Good evening, first of all.
Sabah axşamınız xeyir. Təzyiqlə bağlı təbii ki, çox fikirləşmirəm. Əsas fikirləşirəm ki, oyuna fokuslanım və bizim üçün əsas məsələ komandadır və biz yaxşı vəziyyətdə olmalıyıq və Çempionlar Liqasının oyundadıq və komanda sabah yeni bir sınağa çıxırıq və Çempionlar Liqasında yaxşı oynayır, ölkə liqasında vəziyyəti yaxşıdır. Hal-hazırda mən əsas fikirləşirəm ki, sabitlik çox əhəmiyyətlidir və ondan sonraki vəziyyət özünü tənzimləyəcək. Antoni salam. Eddie House çox açıq danışdı və Brentford-ə təbii ki, məğlubiyyətdən sonra səmimi danışdı və siz onu belə açıq, səmimi görəndə nə kimi reaksiyanız oldu və hansı reaksiyaları verir ümumiyyətlə oyunçulara? Ümumiyyətlə oyunçular, təbii ki, biz oyunçular olaraq məşqçi üçün oynayırıq və məşqçinin reaksiyaları bizim üçün əhəmiyyətlidir. Biz başa düşürük ki, biz əla deyildik, bəzi məğlubiyyətlərdə səhvlərimiz olur. Ona görə sabitlik və belə deyək ki, davamlılıq çox vacibdir. Ona görə də biz bu oyunlarda, sonraki oyunlarda biz 2 oyunda qalib gəldik və bu performansı, bu göstərişləri təbii ki, qulaq asaraq biz məşqçimizə bunları düzəltməliyik və bundan sonraki oyunlarımızda da biz onun təlimatlarına ciddi qulaq asacağıq və etdiyimiz bu gözəl işləri davam etməliyik. Və bu hissədə təbii ki, son 2 ayını göstərdi ki, siz nə dərəcədə baş məşqçinizi dəstəkləyirsiniz. Bəli, əlbəttə biz həmişə onun arxasındayıq və biz istəyirik ki, bu qələbələrimiz davamlı olsun, mütəmadi olsun və bütün sezonu biz qalib şəkildə davam edək və ən azından yəni biz və şəxsi səviyyədə siz hansı məsələləri həll etmək istəyirsiniz, hansı çatışmazlıqları? O mənə çox böyük kömək edir, hər sahə üzrə mənə məsləhətlər verir və mən istəyirəm ki, mən təbii ki, özümdə olan boşluqları ortadan qaldırım və sabit oyun nümayiş etdirim və mən əgər burada sadiq qalsam bu məsləhətlərə, necə siz Qarabağ keçən ildə yaxşı oynadı, bu ildə siz nə fikirləşirsiniz bu komandalarla bağlı? Təbii ki, bu komanda böyük qeyri-adi komandadır, yaxşıdır, güclü kollektivi var və bizim də komandamız təbii ki, güclüdür və biz birlikdə hamımız ahəng içində oynayırıq və bizim əsas məsələmiz gələcəyə baxmaq və sabahki oyunu fokuslanmaqdır və Qarabağ oyuna çox ciddi şəkildə hazırlaşmışıq və ümid edirik ki, başa düşürük ki, Qarabağ klubun da ambisiyaları böyükdür, amma biz də istəyirik ki, bu mərhələdə əlimizdən gələni edək və sədləri aşaq və gedə bildiyimiz qədər qabağa gedir. Sizin Aleksandr İsak burada idi və siz necə fikirləşirsiniz? Mən belə fikirləşirəm ki, yəni mən eyni zamanda milli komanda ilə bağlı fikirləşirəm, amma futbolda biz klubları dəyişəndə müəyyən bir adaptasiya periodu lazımdır. Çünki hər oyunun, hər komandanın bir oyun tərzi var, hər komandanın özünün bir taktiki yanaşması var. Ona görə mən səbirlə gözləyirəm, bura uyğunlaşmağa çalışıram və istəyirəm ki, ən yaxşı nəsimi göstərim və təbii ki, azarkeşlərin sizin adınızı çağırması dedimisi sizə necə təsir göstərir? Təbii ki, böyük bir andır, böyük bir imtiyazdır mənim üçün. Biz istəyirik ki, azarkeşlər bizi dəstəkləsin, adlarımızı desinlər, bizi həvəsləndirsinlər. Biz təbii ki, ayağımız bu otoritiyinə dəyəndən biz bunu gözləyirik və ümid edirik ki, sabah da bu ab-havanı yaşayacaq.
Mən hal-hazırda burada olmaqdan məmnunam və bu komanda, bu futbol hamısı bizi motivasiya edir və mənim üçün təbii ki, heç vaxt hədəf dəyişmir. Əsas niyyətimiz, hədəfimiz fokuslanmaq və ondan sonra gerisi artıq baş verəcək. Bakıya xoş gəlmisiniz. Qarabağın bu liqa mərhələsində hansı oyunun nəticəsi şəxsən sizin diqqətinizi çəkdi və ümumiyyətlə bu komandanın Avropanın bir sıra nəhəngləri ola-ola 24-lə düşməsi şəxsən sizin təəccübləndirmədi? Yox, təəccüblənmədi. Çünki bilirəm ki, artıq Azərbaycan Qarabağla biz tanışıq və Azərbaycandakı potensialı da biraz hiss eləyirik və Kopenhagen ilə buradakı 2-0 mənə biraz diqqətimi və Chelsea ilə olan 2-2 oyun mənim diqqətimi cəlb etdi. Və biz bilirik ki, oyunu asan olmayacaq və Çempionlar Liqasında oynayan heç bir komanda zəif deyil. Çempionlar Liqasında oynayan komandalar güclüdürlər və Qarabağ da bu siyahıdadır. Ona görə də biz sabaha hazırıq və çətin olacağını bilirik. Xoş gəlmisən. 3 il əvvəl millinin heyətində Azərbaycan yığmasına qarşı oynamısan və orada indi hazırda Qarabağda oynayan bir neçə futbolçuya qarşı oynamısan. Bu sənə hansısa bir üstünlük yaratdı mı? Deyərdim ki, bəli və xeyir. Çünki hər oyunda oyun fərqlidir, hər oyun özünə məxsusdur və İsveçdə və burada oynamışam Azərbaycana qayır və Bakını təbii ki, Bakı ilə tanışam. Amma oyuna çıxdığımızda artıq hər şey eyni deyil. Burada taktiki gedişlər və ya oyun ümumiyyətlə fərqlidir. Sabah görəcəyik və mənim üçün sabah bir imkan olacaq ki, biz mümkün qədər özümüzü göstərək və növbəti oyunlarda yaxşı nəticə göstərək. Və siz dediniz ki, təbii ki, siz ekstra təlimlərdən sonra da əlavə məşqlər edirsiniz. Məşqçi dedi ki, və siz özünüzü inkişaf etdirmək istəyirsiniz və bu iş etikası hardan gəlir? Mənim cavanlığımdan qalan bir şeydir. Mən həmişə özümə hədəf qoymuşam ki, daha yaxşı inkişaf edim və təbii ki, dəqiqlik həmişə əhəmiyyətlidir. Mən elə bir oyuncuyam ki, həmişə istəyirəm ki, üzərimdə işləyim və təkmilləşdirim. Əgər biz nəyəsə nail olmaq istəyiriksə, təbii ki, nizam, intizam, disiplin çox vacibdir. Heç vaxt kontrol etməmişik. Əgər mənim göstəricilərim, əgər mənim performansım yaxşıdırsa, bu baş məşqçini də sevindirəcək və heyətə də töhfə verəcək və biz belə deyək ki, futbol camiasına kömək edəcək. Nəzərə alsaq ki, futbol komanda oyunudur. Ona görə də biz həmişə özümüzü yetişdirməliyik və digər yoldaşlar da mənə kömək edir və biz həmişə əlimizdən gələni edirik ki, meydançaya çıxanda gözəl nəticə göstərək. Və mən bu kluba gələndən bu komandanın tərkibçisi olmağa çalışıram və bir fransızca bir termin istifadə edirsiniz. Və burada bu fransızca bir termin istifadə etdi. Fransız, İsveçin fransız herhalde hissəsindəndir. Və Newcastle-la bağlı təbii ki, çətindir bu komandanın oyun tərzinə uyğunlaşmaq. Razısınız mənimlə? Bəli, dediyim kimi adaptasiya periodu olur bütün oyuncular üçün. Yəni hər komandanın oyun tarzı, stili fərqlidir. Əgər məndən söhbət gedirsə, təbii ki, mən bura gəlməmişdən qabaq təbii ki, bilirdim komanda necə oynayır və nə oynayır və bizim üçün hər gün öyrənmək çox vacibdir və ona görə istəyirəm ki, hər oyun tərzimi inkişaf etdirim.
Və biz bilirik, təbii ki, ambisiyaları bilirik, həm baş məşqçinin, həm azarkeşlərin və siz indi bu istəklər, arzular fonunda bu Premier Liqasında oynayırsınız, Çempion Liqasında oynayırdınız və bu Newcastle-a bu hissədə nə arzulayırsınız və ya nə duyğularınız var? Təbii ki, çox yaxşı olardı ki, biz uzun müddətdən sonra Çempion Liqasında daha yaxşı nəticələr gözləyirək. Biz hər oyunda daha yaxşı oynamağa çalışırıq və ona görə burada olmağımız yaxşıdır və biz sabah da meydançada əlimizdən gələni edəcəyik və azarkeşləri sevindirməyə çalışacağıq. Və minimum olaraq biz üzərimizə düşən bütün öhdəlikləri əlimizdən keçəcək. Və ona görə siz əlinizdən gələni edirsiniz ki, komandanın təbii ki 100% biz daha da inkişaf etməyə çalışırıq və Edi kimi baş məşqçilərimizin təbii ki tələbləri də böyükdür və hər oyun daha da yaxşı özümüzü göstərməyə çalışırıq. Çox sağ olun, çox sağ olun.